Son günlər insanlarda hərarətin yüksəlməsi, ümumi halsızlıq, öskürək, boğaz ağrısı kimi əlamətlər müşahidə olunmaqdadır. Mövsümi viruslara yoluxan şəxslər çox vaxt həkimə müraciət etmədən özbaşına müalicə üsullarını ələ atırlar. Nəzarətsiz antibiotik istifadəsi, qrip əleyhinə dərmanların düzgün təyin olunmadan qəbul edilməsi buna misal göstərilə bilər. Bu cür yanaşma xəstəliyin gedişatını ağırlaşdıra, dərmanlara qarşı davamlılıq yarada və ciddi fəsadlara gətirib çıxardır. Xüsusilə də antibiotiklərin virus infeksiyalarında təsirsiz olduğu halda geniş şəkildə istifadəsi immun sisteminə zərər vurur və gələcək müalicə prosesini çətinləşdirir. Xəstəliklərdən mübarizədə ən doğru üsul nədir? Birinci növbədə sakit qalıb xəstəliyin gedişatını izləməkdir. Yəni bəzən ola bilər ki, bəsit bir burun axması, bəsit bir öskürək, boğaz ağrısı kimi şikayətlərlə simptomatik müalicə, yəni xəstəliyimizin hər hansı bir şikayətimiz varsa ona yönəlik müalicəmiz yetərli olur. Kəskin təngənəfəsliyi olarsa, düşməyən qızdırma ağrımız, kəskin halsızlığımız baş verərsə, bu zaman isə artıq xəstəxanaya mütləq həkimə müraciət edilməlidir. Bəzən də təəssüflər olsun ki, xəstələr gecikmiş halda həkimə müraciət edirlər. Yəni gözləyirlər xəstəliyi daha da ağırlaşır, sonra həkimə müraciət edirlər. Bir sözlə, mövsümi xəstəliklərin ilk əlamətləri zamanı həkimə müraciət etmək, düzgün diaqnoz və təhlükəsiz müalicə planı almaq vacibdir. Yəni, nəzarətsiz müalicə üsullarına üstünlük verilməsi gözlənilən faydanın əksinə nəticələr yarada bilər.